Salam dəyərli tamaşaçılar, Hakim studiyasındayıq. Xoş gördük yenidən sizi. Bugün çox maraqlı bir mövzumuz var. Alimenti müzakirə edirik. Aliment demək olar ki, məhkəmə mübahisələri içərisində ən çox rast gəlinən mübahisələrdəndir. Ona görə düşündük ki, bu mövzuya ayrıca bir say həsr eləməyə dəyər. Mövzunu bizlə müzakirə edəcək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri Mehman Allahverdiyev. Mehman müəllim, xoş gördük sizi studiyamızda. Sizlə yeni bir saya başlamaq çox xoşdur. Təşəkkür edirik dəvəti qəbul edib gəldiyiniz üçün. İstəyərdim elə birbaşa mövzuya keçid eləyək və bəzi mübahisəli məsələlərə ilkin olaraq aydınlıq gətirək, sonra mövzunu daha detallı müzakirə eləyək. Yaxşı olar ki, aliment nədir, onu bir izah eləyək. Çünki bəzən şəxslər arasında elə bir fikir formalaşır, aliment yalnız atanın övladına ödədiyi pul məbləğidir. Amma yəni əslində biz hüquqşünas olaraq bilirik ki, bu belə deyil və aliment münasibətləri ümumiyyətlə kimlər arasında yarana bilər? Ayşə xanım, mən də öz adımdan tamaşaçılarımızı salamlayıram və ilk dəfə bu verilişdə iştirak elədiyimə görə sizin Hakim studiyası verilişinizin uzun ömürlü olmasını arzu edirəm və ilk növbədə hazırda barəsində danışacağımız mövzunun aktuallığını nəzərə alaraq təkrar olaraq bu mövzuya müraciət elədiyinizə görə yenə təşəkkürümü bildirirəm. Çünki bildiyiniz kimi alimentlə bağlı mövzuda müxtəlif platformalarda bundan əvvəl də, yəni məndən əvvəl də həmkarlarım tərəfindən maarifləndirici tədbirlər həyata keçirilib. Lakin işlərin təhlili onu deməyə əsas verir ki, yenə də bu sahədə olan bəzi məsələlərin aydınlaşdırılmasına, bu sahədə maarifləndirmə işlərinin həyata keçirilməsinə zərurət vardır. Mən ümumiyyətlə çalışacağım ki, mövzu ilə bağlı öz fikirlərimi hüquqi terminlərdən mümkün qədər uzaq, yəni sadə dildə ifadə edim ki, bu tamaşaçılarımız üçün də tam anlaşılan olsun. Beləliklə, ilk növbədə qeyd etmək istəyirəm ki, aliment latın dilində alimentum sözündən götürülüb və saxlamaq üçün vəsait deməkdir. Və ümumiyyətlə, ayrı yaşayan və uşağın saxlanmasında iştirak etməyən valideynin övladı üçün ödədiyi məbləğ aliment hesab olunur. Aliment hüquq münasibətlərinə görə ailənin bir üzvlərinin digər ailə üzvlərinə ödədiyi məbləğ də aliment hesab olunur. Qeyd etməliyəm ki, aliment dedikdə siz də bayaq qeyd etdiniz, bəzən insanlarımızda belə bir fikir formalaşır ki, aliment yalnız valideynin öz yetkinlik yaşına çatmayan övladlarına ödədiyi məbləğdən söhbət gedir. Əslində isə bu belə deyil, çünki Azərbaycan Respublikası Ailə Məcəlləsinin 5-ci bölünməsi sırf ailə üzvlərinin aliment öhdəliklərindən bəhs edir və bu münasibətlər tamamilə o fəsildə öz əksini tapıbdır. Yəni, həmin fəslin müddəalarına görə təkcə valideynlərin öz azyaşlı övladlarını, yetkinlik yaşına çatmayan övladlarını ödədiyi məbləğ aliment deyil, digər subyektlərin də aliment öhdəlikləri həmin maddədə öz əksini tapıbdır. Yəni, bunlardan qısa olaraq mən məlumat vermək istəyirəm ki, bunlar kimlər hesab olunur? Yəni, valideynlər öz yetkinlik yaşına çatmayan övladlarına ödənilən alimentdən başqa yetkinlik yaşına çatan, amma əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan övladlarını da saxlamağa borcludurlar. Yəni, bu da bir növü aliment öhdəliklərinin tərkib hissəsinə daxildir. Eyni zamanda ər-arvad və əvvəllər ər-arvad olmuş tərəflərin də qanunvericiliklə nəzərdə tutulmuş hallarda bir-birlərinə aliment ödəmək və bir-birlərinin qayğına qalmaq kimi öhdəlikləri müəyyən olunmuşdur. Eyni zamanda valideynlərindən aliment ala bilməyən, yetkinlik yaşına çatmayan övladların öz yetkinlik yaşına çatmış bacı və qardaşlarından aliment almaq kimi bir hüquqları var və bacı qardaşların da eyni zamanda öz yetkinlik yaşına çatmayan və valideynlər tərəfindən ödənilməyən alimentə görə öz bacı qardaşları, yetkinlik yaşına çatmayan bacı qardaşlarını saxlama vəzifəsi vardır. Yetkinlik yaşına çatmayan uşaqların eyni zamanda valideynlər tərəfindən aliment ala bilmədiyi təqdirdə nənə və babadan da aliment almaq hüquqları vardır. Və bu hüquqlar əksinə eyni qaydada nənə və babanın, ata və ananın eyni qaydada öz yetkinlik yaşına çatmış övladlarının əgər valideynlərin əmək qabiliyyəti yoxdursa və onların maddi yardıma ehtiyacı vardırsa, elə olan təqdirdə də təbii olaraq yenə də nənə və babanın, ata və ananın öz övladlarından, yəni burada söhbət yetkinlik yaşına çatmış övladlardan gedir, onlardan aliment almaq, onlardan qayğı görmək hüquqları vardır. Yəni onlar da məhkəmədə bununla bağlı müraciət edib, məhkəmə qaydasında və məhkəmədən kənar qaydada öz aralarında saziş qaydasına bağlamaqla bu məsələlərin münasibətləri qaydasına sala bilərlər. Hesab edirəm ki, bugünkü mövzumuz daha çox nəzərə alsaq ki, bugün ümumiyyətlə məhkəmələrin icraatında olan işlərin böyük əksəriyyətini alimentə dair mübahisələr təşkil etdiyinə görə hesab edirəm ki, bugünkü mövzumuzu daha çox yetkinlik yaşına çatmayan uşaqların saxlanılması ilə bağlı aliment öhdəliklərinin barəsində qursaq, bu daha yerinə düşər olar. Çünki hesab edirəm ki, tamaşaçılarımızı daha çox bu mövzu maraqlandırır və fikrimizi bunun ətrafında qursaq daha
düzgün olar. Çünki Azərbaycan Respublikası Konstitusiyasında cəmiyyətin əsas özəyi kimi ailənin dövlətin xüsusi himayəsində olması, ər ilə arvadın hüquqlarının bərabərliyi, uşaqların qarşısında qalmaq və onları tərbiyə etməyin valideynlərin borcu olması kimi hüquqlar təsbit olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində qeyd olunur ki, hər bir valideyn uşağını saxlamağa borcludur. Eyni zamanda uşaq hüquqları haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsində qeyd olunur ki, hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş minimum dolanışacaq meyarından az olmayan məbləğdə aliment almaq hüququ vardır. Bu hüquq əgər tərəflər arasında saziş və ya qarşılıqlı razılıq əsasında həll olunmursa, belə olan halda bu mübahisələr məhkəmə tərəfindən, yəni alimentə dair məsələlər məhkəmə müstəvisində həll olunur. Madam ki, Mehman müəllim, siz təklif edirsiniz, biz mövzunu davam edək. Daha çox valideynlərin öz övladlarının saxlanması üçün aliment verməsi ilə bağlı məsələlərə, xüsusilə də məhkəmələrdə çoxluq təşkil edən mübahisələrin həllinə. Biz elə onda mövzunu bu formada davam edə bilərik ki, hətta mən düşünürəm ki, biz sualları daha çox cəmiyyətdəki stereotiplərə aydınlıq gətirmək üzərinə də qura bilərik. Çünki əksərən insanlar düşünür ki, şəxslər əgər ayrılırlarsa, boşanma halı varsa, o zaman valideynlərin, xüsusilə də atadan gözlənti olur, valideynlərin övladlara qarşı aliment öhdəliyi yaranır. Elə yaxşı olardı bu məsələyə də aydınlıq gətirək, yəni aliment tutulması üçün əsaslar nə zaman yaranır və boşanma uşaqlara münasibətdə danışsaq, ilkin şərtdirmi? Yəni boşanmadan aliment üçün müraciət oluna bilməzmi? Əslində biz hakim olmaqla bərabər biz də bu cəmiyyətin bir fərdiyik, bir parçasıyıq və təbii ki, işdən kənar müddətlərdə bizə də tez-tez bu suallar ünvanlanır. Bəzən deyirlər ki, uzun müddətdir həyat yoldaşımla ayrı yaşayıram, amma uşağın saxlanılması üçün heç bir halda ata və ya ana tərəfindən maddi yardım göstərilmir. Bəs sual verəndə ki, niyə alimentlə bağlı müraciət etmirsiniz? Bizə ünvanlanan cavabı olur ki, biz hələ boşanmamışıq, nikahımız pozulmuyub. Buna görə də biz alimentlə bağlı məhkəməyə müraciət edə bilmirik. Yəni ilk növbədə qeyd etməliyəm ki, alimentlə bağlı məsələdə faktiki olaraq tərəflər, yəni valideynlərdən biri, digər uşaq övlad yanında qalan valideyn, övladların saxlanılmasında, onların tələbatların qarşılanmasına faktiki olaraq iştirak etmirsə, artıq bu digər tərəfin məhkəməyə və ya şəxsin özünə birbaşa alimentlə bağlı müraciəti üçün əsas yaradır. Hesab edək ki, tərəflər faktiki olaraq ayrı yaşayırlar, tərəflər arasında nicah qeydi pozulmayıb və yaxud da ki, nicah pozulub, fərqi yoxdur. Nicah pozulduğu təqdirdə təbii ki, bu məsələyə artıq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə müvafiq hüquqi qiymət verir. Amma tərəflər arasında nicah pozulmadan da, tərəflər faktiki olaraq ayrı yaşayırlarsa, bu digər valideynin övladların saxlanılması üçün atadan aliment tələb etməsi üçün əsasları yaradır. Yəni belə olan halda valideynlər heç bir tərəddüd etmədən, yəni uşaqlar əgər onun himayəsindədirlərsə, onun yanında qalırlarsa, ata da faktiki olaraq uşaqların saxlanılmasında heç bir formada iştirak etmir. Belə olan halda digər valideyn artıq alimentin ödənilməsi ilə bağlı qarşı tərəfə müraciət edə bilər. Mən burada bir şey qeyd etmək istəyirəm ki, yəni alimentin sadəcə məhkəmə qaydasında tutulmasından qanunvericilik sadəcə bunu nəzərdə tutmur. Yəni tərəflər öz aralarında da alimentin ödənilməsi ilə bağlı qarşılıqlı razılıq əsasında məbləğini, işin hallarını nəzərə almaqla qarşılıqlı saziş bağlaya bilərlər. Bu saziş notarial qaydada bağlanmalıdır. Tərəflər bununla bağlı müvafiq razılığa gəldikdən sonra bu mülki məcəllədə əqdlərlə bağlı əqdlərin dəyişdirilməsi, bağlanması, ləğvi bununla bağlı müddialar nədirsə, eyni qaydada tərəflərin razılığına uyğun olaraq öz aralarında saziş bağlanmaqla alimentin məbləğin ödənilmə qaydası üsulunu özləri müəyyən edə bilərlər. Əgər bu saziş yoxdursa, tərəflər bununla bağlı razılığa gəlmirsə, belə olan halda təbii ki, mübahisə yaranacağı təqdirdə məhkəməyə müraciət edirlər. Və məhkəmə qaydasında artıq alimentlə bağlı məsələ öz həllini tapır. Və qeyd etdiyim kimi, burada tərəflərin nicahın pozulub, pozulmaması heç bir halda alimentin ödənilməsi ilə bağlı məsələdə belə deyək, bir məhdudiyyət rolunu oynamır. Madəm ki, o mövzuya toxundunuz, Mehman müəllim, mən də soruşmaq istəyirəm, görüm. Siz indiyə qədər həm hüquqşünas təcrübənizdə, həm də çevrənizdə hələ bir hala rast gəlmisiniz ki, tərəflər nikahlarını qoruyacaq qədər razılıq əldə edə bilmədikləri halda uşaqlar üçün bu güzəştə gedib ortaq bir mövqedə görüşə bilsinlər. Çünki mənə elə gəlir, bizim cəmiyyətdə bu biraz az rast gəlinən məsələdir. Hətta çox təəssüf eləyirəm ki, bəzən uşaqlardan qarşı tərəfə təzyiq vasitəsi kimi də istifadə edirlər. Aliment necə deyirlər, tələbi qoymağı bəzən
şəxs uşağın üstün mənafe üçün yox da qarşı tərəfə bir növ bir cəza kimi dırnaqarası nəzərdə tuturlar. Ona görə mənə maraqlı gəldi. Siz artıq uzun müddətdir karyeranızda, yəni bu işlə məşğulsunuz. Təcrübənizdə olubmu, rast gəlmisinizmi ki, tərəflər alimentlə bağlı bir müqavilə bağlasın? Olsun ki, ev yox, sonradan o müqavilə həyata keçmədi, məhkəməyə gəldilər, amma ilkin belə bir razılaşma var idi. Ayşə xanım, əslində verdiyiniz sual bizim biraz yaralı tərəfimizdir. Yəni məhkəmə təcrübəsində çox tez-tez rastlaşdığımız haldır. Biz bu mövzuya yəqin ki, qarşıdakı dəqiqələrdə də toxunacağıq. Amma çox nadir hallarda, belə desək ki, alimentlə bağlı, çox nadir hallarda alimentlə bağlı valideynlərin arasında sazişin olub, bu alimentin ödənilməsi ilə bağlı qarşılıqlı bu məsələlərin, münasibətlərin qaydasına salınması halına rastlaşmırıq. Çünki bəzən nigahin pozulması ilə bağlı işlərə baxılarkən bildiyiniz kimi Ailə Məcəlləsinin 22-ci maddəsinin tələbinə uyğun olaraq uşağın kimin yanında qalması məsələsi, alimentin ödənilməsi məsələsi və sonuncu Ali Məhkəmənin kollegiyaların bircə qərarı qəbul olunur və həmin qərarda artıq ünsiyyətlə bağlı məsələlərində bu 22-ci maddəsinin təsiri altında həll olunması məsələsi nəzərdə tutulub. Yəni bu məsələlər məhkəmə müstəvisində həll olunarkən məlum olur ki, çox nadir hallarda bu saziş artıq mübahisəyə qədər tərəflər arasında öz həllini tapıb. Amma dediyiniz kimi alimentlə bağlı məsələlər bir çox hallarda əvvəl də qeyd etdiyim kimi yaralı yerimizdə ona görə ki, bəzən aliment məbləğinin hətta müəyyən olunması ilə bağlı məsələlərdə də valideynlər bəzən bir-birlərindən bunu cəza metodu kimi, bir-birlərindən qisas metodu kimi istifadə edirlər və bu birmənalı şəkildə qəbul olunmalıdır ki, əgər tərəflər arasında nicah pozulub-pozulmamasından asılı olmayaraq, tərəflər faktiki olaraq ayrı yaşayırlarsa və övladlar, digər azyaşlı övladlar, yəni yetkinlik yaşına çatmayan övladlar digər valideynin yanında yaşayırsa, aliment ödəməyə borclu olan valideyn alimentin ödənilməsində birmənalı olaraq iştirak etməlidir. Çünki qanunvericilik, ali qanunvericiliyi valideynlərin üzərinə hüquqları ilə bərabər vəzifələr də müəyyən edib. Necə ki, ünsiyyətə dair məsələdə bu digər tərəfin hüququdursa, aliment də birbaşa olaraq qanunvericilikdə həmin valideynin üzərinə qoyulmuş vəzifədir. Yəni biz irəlidəki dəqiqələrdə alimentin ödənilməsi ilə bağlı qaydaları izah edərkən bu məsələyə yenidən qayıdacağıq. Biz elə ünsiyyətlə alimentin qarşılıqlı münasibətlərinə də toxunacağıq əslində, o da başqa bir məsələdir. Digər, mənə elə gəlir ki, maraqlı bir məsələ, Mehman müəllim, alimentin ödəndikdən sonra, yəni şəxs alimenti ödəyir, məhkəmə qaydasında yaxud da könüllü formada, hətta o ola bilər ki, alimentdə nəzərdə tutulmuşdan daha artıq bir məbləğdə ödəyir, amma hər bir halda bu uşağa yox, digər valideynə ödənir. Və ümid edilir ki, bu məbləğ tamamilə uşağın ehtiyacları üçün sərf olunacaqdır. Yəni burada elə bir kriteriya varmı? Yəni bu məbləğin nə qədəri sırf uşağa sərf olunmalıdır, yaxud da bu məbləğ uşağa sərf olunur, olunmurmu? Bundan bağlı bir nəzarət mexanizmi varmı? Tərəflərdən biri bu barədə şübhə içərisində olarsa, yaxud da narazılığı olarsa ki, mən məsələn uşağın saxlanması üçün aliment ödəyirəm, amma uşaqla ünsiyyət üçün nəzərdə tutulmuş zamanlarda uşağın maddi ehtiyaclarının yetərincə qarşılanmadığını, məsələn, əyin başından, uşağın sağlıq vəziyyətindən ola bilər ki, onun kifayət qədər qidalanmadığını ehtimal eləyə bilər digər valideyn, yaxud da görə bilər ki, o ödədiyi məbləğə mütənasib uşaq geyindirilmir, baxılmır. Bununla bağlı hər hansı bir nəzarət mexanizmi varmı? Qanunverici belə bir halda harasa müraciət, necə deyirlər, mexanizmi nəzərdə tutubmu? Çox sağ olun, suala görə mən minnətdarlığımı bildirirəm. Çünki bu da daha çox bizim məhkəmə təcrübəsində rastlaşdığımız mövzulardandır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsi siz dediyiniz bu münasibətləri tənzimləyir. Yəni həmin maddənin tələbinə görə məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50%-dən çox olmayan hissəsini uşağın adına açılmış bank hesabına qoyula bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin qeyd olunan maddəsində bu münasibətlərin hansı formada, yəni hansı prosessual icraat çərçivəsində baxılması ilə bağlı müddəaları tam olaraq özündə ehtiva etmədiyinə görə Azərbaycan Respublikası Ali Məhkəməsi mülki və kommersiya kollegiyalarının daxil olduğu bütün hakimlərdən ibarət bu məsələyə baxılaraq ümumiyyətlə 2023-cü ilin 8 dekabrında qərar qəbul olunmuşdur. Bu qərarda sırf məhkəmə qərarlarında vahidliyin təmin olunmasına xidmət edir və artıq o qərardan sonra hesab edirəm ki, bu münasibətlərə ətraflı aydınlıq gətirilibdir. Burada məsələyə iki kontekstdən yanaşmaq lazımdır. Yəni bu
məsələyə hansı qaydada baxılmalıdır? Məhkəmə mübahisəsi dövründəmi, yoxsa məhkəmə qətnaməsi qərarı artıq qanun qüvvəsini aldıqdan sonra? Demək, həmin qərarda müəyyən edildi ki, bu məsələdə əgər məhkəmə icraatı çərçivəsində müstəqil alimentə dair iddia tələbinə baxılarkən və ya nikahın pozulması ilə bağlı alimentlərə birgə baxılarkən, həmin aliment ödəyəcək şəxsin xahişi nəzərə alınaraq işin təbii ki, burada halları hərtərəfli qiymətləndirilir və əgər hakim hesab edərsə ki, həqiqətən bu ödənilən məbləğin müəyyən hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi, uşağın hüquq mənafələrinə siz bayaq sadaladığınız hallara təsir etməyəcəksə, belə olan halda öz qətnaməsində artıq bu məsələyə dəqiq münasibət bildirməklə hansı hissəsinin uşağın açılmış bank hesabına köçürülməsini öz qətnaməsində dəqiq olaraq göstərir. Və təbii bu qətnamədə göstərildikdən sonra icra mərhələsində icra məmurları buna uyğun olaraq həmin qərarın sadəcə icrasını həyata keçirilir. Yox, əgər artıq qətnamə çıxıbsa, qanuni qüvvəsini alıbsa və aliment ödəyən şəxsin, yəni valideynin həmin ödədiyi məbləğin bir hissəsini əgər uşağın adına bank hesabı açıb ora köçürməyini arzu edirsə, belə olan halda buna artıq müstəqil iddia tələbi çərçivəsində deyil, iddia icraatı çərçivəsində Azərbaycan Respublikası Mülki Proseslər Məcəlləsinin 231-ci maddəsinin müddaları çərçivəsində baxılmalıdır və belə olan halda vətəndaş məhkəməyə müraciət edir, yəni aliment ödəməli olan şəxsdən söhbət gedir. Vətəndaş müraciət edir və o müraciətə həmin maddənin tələbinə uyğun olaraq 10 gün müddətinə baxılır və dediyim kimi, yenə də o hallar qiymətləndirilir məhkəmə tərəfindən. Əgər uşaqların hüquq və mənafələrini pozmayacaqsa, belə olan halda həmin məbləğin bir hissəsi, yəni o məbləği məhkəmə təbii ki, müəyyən edir işin hallarına görə. Uşağın bank hesabına köçürülməsi ilə bağlı qərar qəbul edir. Digər tərəfdən, bayaq qeyd elədiyi suala bir də qayıtmaq istəyirəm. Bir çox hallarda, bəli, bizə məhkəmələrdə də tez-tez rastlaşırıq ki, bəs mənim ödədiyim aliment məbləği sabiq həyat yoldaşım tərəfindən uşaqların yaşanması üçün onların tələbatlarına ödənilmir, yəni o valideynin onu şəxsi öz ehtiyacları üçün xərcləyir və belə olan halda məhkəmədən xahiş edir ki, bəs həmin məbləği bir hissəsini bankda açılmış uşağın bank hesabına köçürsün. Təbii ki, belə olan halda da vətəndaşın, yəni müraciət edən şəxsin məhkəmə tərəfindən müraciəti o halda əsaslı sayıla bilər ki, o dediyi hallara dair möhtəbər sübutlarını məhkəməyə təqdim edə bilsin. Yəni, əgər məhkəmə tərəfindən həmin sübutlar araşdırılaraq həqiqətən o qənaətə gəlinirlərsə ki, doğrudan da o məbləğin, ödənilən məbləğin tam olaraq uşağın ehtiyacları üçün xərclənmir, belə olan halda təbii ki, məhkəmə həmin valideynin istəyini nəzərə alaraq, müraciətini nəzərə alaraq müəyyən məbləğin bir hissəsi bank hesabına açılmış, uşağın bank hesabına açılmış hesabına qoya bilər. Və təbii ki, burada sübut etmək üçün bir mənalı olaraq bunu iddia edən şəxsin üzərinə düşür. Və bir şey də qeyd eləmək istəyirəm ki, bəzən alimentin məbləğinin bugün müəyyən olmuş minimum dolanışacaq məbləğindən, uşaqlar üçün müəyyən olmuş minimum dolanışacaq meyarından yüksək olması hələ o demək deyil ki, həmin məbləğin artıq bir hissəsi uşağın bank hesabına köçürülə bilər. Belə olan halda da məhkəmə tərəfindən uşağın hansı müəssisədə təhsil alması, ümumiyyətlə yaşı, ümumiyyətlə uşağın səhhəti üçün xərclənən vəsait hamısı nəzərə alınmaqla bütün hallar ümumi şəkildə qiymətləndirilir. Ümumi şəkildə qiymətləndirildikdən sonra həmin məbləğin bir hissəsinin açılmış bank hesabına qoyulması ilə bağlı qərar qəbul edə bilər. Bir məsələni də qeyd edim, burada aliment alan şəxsin söhbət, yəni uşaqların himayəsində olan valideyndən gedir. Aliment alan şəxsin həmin məbləğin uşaqların ehtiyacları üçün xərclənməsi ilə bağlı məhkəməyə sübut etmə kimi bir öhdəliyi yoxdur. Yəni bunu sadəcə ödənilən alimentin kənar yerlərə xərclənməsini iddia edən valideyn sübut etməlidir ki, bəli, bu gün aliment ödəyir, o aliment əslində uşağın ehtiyacları üçün yox, digər məqsədlər üçün xərclənir və burada da sübut etmək üçün təbii ki, həmin bunu iddia edən valideynin üzərinə düşür. İstəyərdim Mehman müəllim bir məsələyə də aydınlıq gətirək. Siz hətta ona misal kimi verdiniz ki, bəzən şəxs müraciət edir, hüquqi yardım üçün sadəcə soruşur, yəni biz ayrılmamışıq, ona görə də mən hələ də aliment üçün müraciət etməmişəm. Hələ olan halda
bəlkə də onun üzərindən keçib 5 il, 10 il, şəxslər 10 ildə ayrı yaşayırlar. Ayrı yaşayan valideyn uşağın bütün ehtiyaclarını 10 ildə artıq özü qarşılayıbdır və indi ona aydındır ki, onun əslində elə bir hüququ var imiş. Geriyə dönük qaydada o gedib məhkəməyə 10 illik o əvvəlki qaydada aliment üçün müraciət edə bilərmi? Elə olan halda o yığışmış bir aliment borcundan söhbət gedə bilərmi? Və ümumi qaydada da adi bir misal üzərindən də getsək, məsələn, məhkəmə alimenti müəyyən edib, lakin şəxs icrasından imtina elədiyi üçün yığışmış bir məbləğdən söhbət gedə bilər. Hər iki hal üçün hüquqi nəticələr necə olacaq? Zəhmət olmasa onu izah edə bilərsinizmi? Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100-cü maddəsinə əsasən aliment almaq hüququ olan şəxs aliment almaq hüququnun yarandığı vaxtdan etibarən aliment tələbi ilə bağlı müraciət etmə hüququ yaranır. Lakin alimentin məhkəməyə müraciət olunduğu vaxtdan aliment tutulur. Və burada bir şey qeyd etmək lazımdır ki, sualınıza konkret cavab olaraq, aliment tələb edən şəxs əvvəllər aliment almaq üçün, hüququn yarandığı andan aliment almaq üçün müraciət etmişsə və aliment verməli olan şəxs alimentin verilməsinə müxtəlif yollarla boyun qaçırıbsa, belə olan halda əvvəlki dövrlər üçün 3 illik müddətə alimentin ödənilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər və məhkəməyə müraciət etdiyi vaxt dediyim kimi əvvəlki 3 il içində aliment hesablanmasını xahiş edə bilər. Amma təbii ki, burada sübut eləməlidir ki, daha əvvəllərdə aliment alması üçün müxtəlif vasitələrdən, qanuni vasitələrdən istifadə edib, lakin qarşı tərəf alimentin ödənilməsindən yayınıbdır. Alimentin ödənilməsi ilə bağlı məsələyə gəlincə, aliment məhkəmə qətnaməsi qanuni qüvvədən aldıqdan sonra artıq icra vərəqəsi çıxarılır və icra vərəqəsi borclu şəxsin, yəni aliment üzrə borclu şəxsin yaşadığı yer üzrə icra şöbələrinə ünvanlanır. İcra məmurları həmin artıq icra vərəqəsini qəbul etdikdən sonra 10 gün müddətində borclu şəxsə alimentin ödənilməsi ilə bağlı könüllü, yəni buna tələbin könüllü icra müddəti deyilir. Könüllü icra müddəti üçün vaxt verir və 10 gün müddətində alimentin ödənilməsini ona təklif edir. Təbii ki, borclu şəxs alimentin ödənilməsindən yayındıqda artıq bundan sonra məhkəmə qərarlarının icrası haqqında qanun tələbinə uyğun olaraq məcburi icra tədbirlərinin artıq həyata keçirilməsinə başlanılır. Belə olan halda təbii ki, icra məmuru tərəfindən şəxsin daşınar və daşınmaz əmlakın olub-olmaması ilə bağlı sorğular verir. Əgər daşınar və ya daşınmaz əmlakı varsa və ya bank hesabında müəyyən vəsait varsa, həmin aliment məbləğinin bu əmlakların satışından əldə olunmuş vəsaitə tutulması ilə bağlı tədbirlər görür və yaxud bankda hesabı varsa, bank hesabından həmin məbləğin tutulması ilə bağlı müvafiq qərar qəbul edir. Və yaxud əgər konkret olaraq desək ki, borclu şəxsin əmək haqqısı varsa, əmək haqqısına yönəldir, əmək haqqısının tutulması ilə bağlı müəyyən qanunverici uyğun tədbirlər görür. Yox, əgər bütün bu tədbirləri, məcburi icra tədbirləri həyata keçirildikdən sonra, əgər müəyyən olunarsa ki, bu alimentin yönəldilə biləcəyi borclunun hər hansı bir əmlakı yoxdursa, bank hesabı yoxdursa, ölkədən çıxışına qadağa qoyma, bu kimi tədbirlər öz nəticəsini vermirsə, belə olan halda təbii ki, ilkin olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən həmin şəxsin barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilir. Və həmin İnzibati Xətalar Məcəlləsinin sanksiyasına görə borclu şəxsin 500 manata qədər cərimə olunması və 1 ayadək həbs olunması nəzərdə tutulur. Və əgər burada bir xüsusi qeyd eləmək istəyirəm ki, məhkəmə inzibati xəta haqqında qərar çıxaranadək əgər borclu şəxs tərəfindən yığışmış aliment borcları borclu şəxs tərəfindən ödənilərsə, belə olan halda artıq o inzibati məsuliyyətdən azad olunur. Yəni bununla bağlı artıq belə desək məhkəmə xitam verir başlanmış işə. Mehman müəllim, onun cəzasını çəkməsi onu aliment borcundan azad eləyirmi? Xeyr, qətiyyən. Mən bunu əslində qarşıda ifadə edəcəydim fikrimdə. Çünki əgər İnzibati Xətalar Məcəlləsi ilə bu şəxs, borclu şəxs məsuliyyətə cəlb olunduqdan sonra yenidən yenə də aliment borclarını ödəməməyə davam edirsə, borclar yığışmağa davam edirsə, belə olan halda təbii ki, şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət işi qaldırılır və burada da müxtəlif cəzalarla bərabər 3 ilədək azadlıqdan məhrum etmə kimi bir cəza növü nəzərdə tutulur. Və eyni ilə cinayət qanunvericiliyində də əgər yığışmış aliment borcunu borclu şəxs məhkəmə hökm çıxarına qədər, müvafiq qərar çıxarına qədər borclu şəxs, tələbkar şəxsə ödürsə, belə olan halda da təbii ki, başlanmış cinayət işi üzrə icraata xitam verilir. Və qeyd etdiyiniz suala münasibətdə isə qeyd edim ki, bütün bu inzibati və cinayət məsuliyyətini cəlb etmədən asılı olmayaraq bu şəxsi aliment öhdəliklərindən azad etmir.
Yəni şəxs istənilən halda bu cəzanı çəkdikdən sonra belə yenə də o aliment borcları yığışır və cəzanı çəkib başa vurduqdan sonra yenə də aliment borclarını ödəməkdə davam eləyəcək və daha bundan sonra daha ağır belə desək ona tədbirlər həyata keçiriləcəkdir. Təşəkkür edirik Mehman müəllim. İstəyərdim növbəti sualla davam eləyək. Mənə elə gəlir ki, alimentlə bağlı mübahisələrin əsas kütləsini də elə bu təşkil edir. Alimentin məbləği daha çox insanların mübahisələndirdiyi məsələ o olur. Bəzən bir-birləri ilə aldıqları alimenti müzakirə edib, qonşudakı məsələn xanım da ayrılıbdır və bir uşaq üçün aliment alır. O filan qədər alır, amma mən öz uşağım üçün filan qədər alıram deyib bir mühakimə yürüdüb, ona görə o məbləğdən narazı qalan insanlar belə ola bilir. Çünki bəzən insanlar düşünür ki, bu standart bir məbləğ olmalıdır. O filan qədər alırsa, bu digər bir uşaq da bu qədər almalıdır. Ona görə biz istəyərdim elə bu mövzuya münasibət bildirək. Aliment məbləği müəyyən olunarkən məhkəmə hansı kriteriyaları nəzərə alır və nələrə uyğun olaraq aliment məbləği müəyyən edir və digər bir məsələ də alimentin ödənməsindən əlavə, yəni bir valideyn alimenti ödəməsi onu uşağın digər bütün xərclərindən azad eləyirmi, yoxsa zəruri hallarda o yenidən hansısa bir ödənişlər eləməlidirmi? Və bir də bilmək istəyərdik, tutaq ki, artıq alimentlə bağlı məsələ həll olunubdur, yaxud da baxılma mərhələsindədir və uşaqla olan valideyn düşünür ki, uşağın hər hansı bir sağlıq problemi var, yaxud da hər hansı bir əlavə xərcləri var və bu xərclərə də digər valideyn cəlb olunsun. Bu zaman ayrıca bir iddia mı qaldırmalıdır, yoxsa elə alimentin sabit yaxud da hər hansı bir qazancın müəyyən bir hissəsindən tutulan miqdarla bağlı verilmiş iddia ilə birlikdə mi baxılmalıdır, yoxsa buna ayrıca bir iddia ərizəsi mi təqdim olunmalıdır, ayrı bir icraat mı başlanmalıdır? Mən ilk öncə alimentin ödənilməsinin qaydası ilə bağlı məsələyə aydınlıq gətirim. Çünki Ailə Qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən olunub. Biz əvvəlki çıxışımızın əvvəlində də qeyd elədik. Yəni saziş yoxdursa, bundan sonra mübahisə varsa, təbii ki, bu artıq məhkəmə müstəvisinə gəlirsə, məhkəmə qaydasında alimentin tutulması 2 qaydası müəyyən olunub. Bunlardan biri Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsi ilə aliment verməyə borclu olan şəxsin aylıq qazancının müəyyən hissəsi kimi müəyyən olunmasıdır. Burada uşaqların sayını olaraq təbii ki, qanunvericilik bu alimentin məbləğini fərqli formada müəyyən edib. Belə ki, qanunvericiliyə görə, yəni 76-cı maddənin tələbinə görə bir uşağa görə aliment ödəyən şəxsin aylıq qazancının və bütün növ gəlirlərinin 4də 1 hissəsi miqdarında alimentin tutulması nəzərdə tutulub. 2 uşağa görə bu aylıq qazancın və başqa gəlirlərinin 3də 1, 3 və daha artıq uşağa görə aliment ödəyən şəxsin aylıq qazancının və digər gəlirlərinin yarısı miqdarında alimentin tutulması müəyyən olunub. Təbii ki, burada məhkəmə işin hallarını nəzərə alaraq, diqqətə layiq olan hallarını nəzərə alaraq, bu qeyd olunan qanunvericiliklə müəyyən olunan bu məbləğlərin artırılıb və azaldılması barədə qərar qəbul edə bilər. Alimentin digər ödənilməsinin digər üsulu alimentin sabit məbləğdə müəyyən olunmasıdır ki, bu məsələdə Ailə Məcəlləsinin 78-ci maddəsində aydınlıq gətirilib. Sabit məbləğdə ödənilməli alimentin də qaydaları və şərtləri hansı hallarda sabit məbləğdə tutula bilər, qanunvericilik həmin maddənin dispozisiya şərtlərində müəyyən edib. Bunlar hansılardır? Əgər aliment ödəməyə borclu olan şəxsin qazancı ümumiyyətlə yoxdursa, aliment ödəməyə borclu olan şəxsin qazancı qeyri-müəyyən və ya müntəzəm dəyişkəndirsə, aliment ödəməli olan şəxsin aldığı gəlirlər, əldə etdiyi gəlirlər naturada və ya xarici valyutada ifadə olunursa, aliment ödəməli borclu olan şəxsin qazancının müəyyən hissəsindən tutulması kimi tutulacağı təqdirdə bu digər valideynin mənafelərini pozacağı ilə nəticələnirsə, belə olan hallarda təbii ki, məhkəmələr tərəfindən alimentin məbləği sabit məbləğdə müəyyən olunur. Mən bir məsələni qeyd edim ki, bütün hallarda alimentin sabit və ya hissə kimi tutulması ilə bağlı bu sadəcə aliment tələb edən şəxsin arzusu əsasında baş verə bilər. Yəni, məhkəməyə müraciət edən şəxs alimentin hissə kimi tutulması və ya həm hissə, həm sabit məbləğ kimi tutulması və ya ümumiyyətlə tək sadə formada desək, sabit məbləğ tutulması kimi tələbini dəqiq göstərməlidir və təbii ki, onun tələbinə uyğun olaraq məhkəmə işin hallarını araşdıraraq hüquqi qiymət verir.
Və onu da qeyd edim ki, sabit məbləğlə bağlı məhkəmə təcrübəsini ümumiyyətlə öyrənən zaman da sabit məbləğlə bağlı müraciətlər daha çoxdur. Çünki əmək haqqı ilə tutulacağı təqdirdə bu digər tərəfin ümumiyyətlə uşaqların hüquq və münafiələrinə toxunduğuna görə bu aliment tələb edən şəxslər tərəfindən sabit formada məhkəmələrə müraciət olunur. Və məhkəmə təcrübəsində də bəzən alimentin konkret olaraq sabit məbləğdə desək ki, bir məbləğdə müəyyən olunur. Belə bir hal biz desək ki, məhkəmə təcrübəsində mövcuddur. Biz bu təcrübəni formalaşdıra bilmərik. Yəni təbii ki, burada hər bir işin fərdi xüsusiyyəti var. İşin halları nəzərə alınmaqla burada istər tərəflərin ailə vəziyyəti, yəni belə desək ki, aliment ödəməyə borclu olan şəxsin ikinci dəfə ailə qurması, sağlamlıq vəziyyəti, ikinci ailə qurduğu şəxsdən ikinci nicahdan övladın olub-olmaması, yəni bütün bu kimi hallar nəzərə alınmaqla alimentin sabit məbləği müəyyən olunur ki, məbləğ müəyyən olunduqdan sonra bu digər nicahdan olan uşaqların da hüquq mənafelərinin pozulması ilə nəticələnməsin. Və ən vacib məsələ burada ondan ibarətdir ki, alimentin məbləği ədalətli olmalıdır ki, aliment ödəməyə borclu olan şəxs bunu ödəməyə iqtidarında olsun. Yəni bunu maddi cəhətdən daha ağır vəziyyətə salıb, təbii ki, burada uşaqların üstün mənafeləri hər bir halda məhkəmə üçün qanunvericiliyin bizim üzərimizə qoyduğu vəzifədir. Hər bir halda uşaqların üstün mənafeləri nəzərə alınır. Amma burada tək aliment tutulası uşaqlarla bərabər yanında qalan uşaqların da mənafeləri nəzərə alınmalıdır. Və eyni zamanda alimentin yüksək məbləğdə təyin olunması gələcəkdə həmin şəxsin aliment ödəmə imkanlarını, yəni onun həyat şəraiti, gəlirləri, sağlamlığı qeyd elədim kimi hallar nəzərə alınmaqla müəyyən olunmalıdır ki, aliment ödəməmək, yəni qarşı tərəfi bizim belə deyək, bu gün hüquqi niyyətimizə uyğun deyil. Yəni o azadlıqda olmalıdır, işləməlidir, fəaliyyət göstərməlidir ki, uşağı üçün hər hansı bir formada onun həyatında iştirak edə bilsin. Mən Ayşən xanım, burada bir məsələni də qeyd etmək istəyirəm. Çünki bu artıq məhkəmə təcrübəsi, ali məhkəmənin mən biraz əvvəl də qeyd etdiyim kimi məhkəmə qərarlarının vahidliyinin təmin olunması ilə bağlı müəyyən kollegiyaların birgə qərarı və eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin bir sıra üsulduzlu qərarları qəbul olunur ki, bunlardan biri də 20 dekabr 2024-cü il tarixdə qəbul olunmuşdu. Məhz bu alimentə dair məsələlərə də həmin qərarda toxunulmuşdu və qeyd edim ki, bu ümumiyyətlə bu qəbul olunan həmin qərar belə desək alimentlə bağlı münasibətlərə yeni bir fərqli yanaşma gətirmişdi. Yəni aliment məsələsinə baxıldıqdan sonra məhkəmələr artıq hansı məbləğdə alimentin müəyyən olunması qərarına gəldikdən sonra qətnamənin qət etdiyi hissəsində gələcək artımlar nəzərə alınmaqla həmin aliment məbləğinin minimum əmək haqqı məbləğinin müəyyən etdiyi misli miqdarında qət edirlər ki, bu da gələcəkdə təkrar aliment tələb etmək arzusunda olan şəxsləri, yəni bundan əvvəlki məhkəmə təcrübəsində biz tez-tez görürük ki, hər il uşaqlar üçün dolanışacaq meyarı ilə bağlı ölkə başçısı tərəfindən olmuş məbləğ, müəyyən olmuş məbləğ hər il artdıqca bu aliment tələb edən şəxslərin təkrar məhkəmələrə müraciəti ilə nəticələnirdi və bu da həm məhkəmələrin iş yükü ilə yüklənməsinə səbəb olurdu. Eyni zamanda bu vətəndaşların da hər il təkrar məhkəməyə müraciət etməsi təbii ki, onların da müəyyən mənada əziyyət çəkməsi ilə nəticələnirdi və bu kimi halların nəzərə alaraq Azərbaycan Respublikası Ali Məhkəməsi bu qərarı qəbul etmişdir və artıq belə hesab edək ki, bu gün müraciət edən şəxs artıq hesab edəcək ki, bir uşaq üçün 200 manat məbləğində aliment məhkəmə tərəfindən müəyyən olunacaqsa, bu müəyyən olunduqdan sonra 2025-ci ildə hesab etsək ki, minimum əmək haqqı 400 manatdır, bunu 50% mislində müəyyən olunur və təbii ki, gələcəkdə bu məbləğ minimum əmək haqqı ölkə üzrə artdıqca bu aliment məbləğləri də özlüyündə artacaq və bu həmin vətəndaşların təkrar məhkəməyə müraciət etməsi ilə nəticələnməyəcəkdir. Mən xüsusilə onu da qeyd etmək istəyirəm ki, Ali Məhkəmənin həmin plenum qərarı ilə artıq müəyyən olunmuşdur ki, məhkəmələrin icraatında işlərə baxılarkən artıq bu təcrübə tətbiq olunur. Amma bundan əvvəl, yəni qərardan əvvəl qəbul olunmuş qətnamə, qanun qüvvəsini almış qətnamələr əsasında verilmiş icra vərəqələri ilə müəyyən olmuş məbləğlərə münasibətdə isə artıq bu məhkəmə təcrübəsində bir müddətdir ki, tətbiq olunur. Vətəndaşlar Mülki Prosessual Məcəllələrinin 231-ci maddəsinə uyğun olaraq icra icraatı çərçivəsində həmin əvvəllər müəyyən olmuş məbləğin həmin ilə münasibətdə minimum əmək haqqına münasibətdə indeksləşdirilməsi ilə bağlı ərizə ilə
məhkəməyə müraciət edirlər və məhkəmələr təbii 10 gün müddətində həmin ərizələrə baxaraq sadəcə həmin ildə mövcud olmuş minimum əmək haqqına münasib olaraq müəyyən olmuş məbləği indeksləşdirirlər və bu da özlüyündə 2025-ci ildə müəyyən olmuş minimum əmək haqqı məbləğinə çatdırılır. Yəni bu artıq alimentin artırılması deyil, indeksləşmə nəticəsində baş vermiş bir proses olur. Mən xüsusilə burada bir şeyə diqqətə çatdırmaq istəyirəm ki, bəzən indeksləşmə nəticəsində əvvəllər müəyyən olmuş alimentlərin ciddi şəkildə artımı baş verir. Və belə olan halda da biz tamaşaçılarımıza ona diqqətinə çatdırmaq istəyirik ki, belə olan halda həmin qərardan şikayət verilməsi indeksləşmə ilə bağlı qərarın dəyişdirilməsinə səbəb olmur. Buna görə də bizim tövsiyəmiz odur ki, apellyasiya instansiyası məhkəməsi olaraq həmin qərarlardan şikayət vermək yerinə alimentin azaldılması ilə bağlı müstəqil tələb şəklində aidiyyatı məhkəməyə müraciət etsinlər və həmin alimentin azaldılması ilə bağlı məhkəmə işin hallarına uyğun olaraq qərar qəbul etsin. Digər ikinci sualınıza münasibətdə isə qeyd etmək istəyirəm ki, təbii ki, burada məsələyə iki kontekstdən yanaşmaq lazımdır. Yetkinlik yaşına çatmamış uşaqlar və yetkinlik yaşına çatmış uşaqlar. Yəni, yetkinlik yaşına çatmamış uşaqlara valideynlər alimentlə yanaşı, əgər onların əlavə xərclərə cəlb olunması halı yaranarsa, təbii ki, digər valideynlər alimentdən başqa onların əlavə xərcləri ilə bağlı digər valideynin bu prosesə cəlb olunması ilə bağlı məhkəməyə müraciət edə bilərlər. Bunu həm müstəqil tələb şəklində edə bilərlər, həm alimentlə birlikdə, yəni ümumi iddia tələbi şəklində verdikləri zaman birlikdə tələb çərçivəsində qoya bilərlər. Təbii ki, bu uşağın yetkinlik yaşına çatana qədər səhhəti ilə bağlı hallar yaranarsa, onun səhhətinə əlavə xərclərin xərclənməsi halı baş verərsə və yaxud uşaq yetkinlik yaşına çatmadan hər hansı bir ali təhsil müəssisəsinə daxil olursa ödənişli əsaslarla və yaxud digər təhsilini ödənişli əsaslarla davam etdirirsə və ya təhsilini ödənişli əsaslarla alırsa, belə olan halda təbii ki, müvafiq sübutları əldə etməklə valideynlər yetkinlik yaşına çatmayan uşaqların əlavə xərclərdə iştirakı ilə bağlı digər valideyni bu prosesə cəlb edə bilərlər. Yetkinlik yaşına çatmış uşaqlara münasibətdə isə burada sadəcə fərqli əsaslardır. Əgər yetkinlik yaşına çatmayan uşaqlara münasibətdə burada subyekt kimi digər valideyn çıxış edirdisə, artıq yetkinlik yaşına çatmış uşaqlara münasibətdə tərəfin özü yetkinlik yaşına çatmış şəxsin özü ola bilər. Yəni, o əmək qabiliyyətli deyilsə, söhbət 18 yaşını tamam etmiş uşaqdan gedir, artıq uşaq statusundan çıxır. Yəni, burada əgər onun sağlamlığında ciddi problemlər varsa, yəni əmək qabiliyyətli deyilsə və həqiqətən maddi yardıma ehtiyacı varsa, burada söhbət ciddi xəstəlikdən gedir və elə bir xəstəlik ki, təbii ki, onun əmək fəaliyyətini tamamilə məhdudlaşdırır. Belə olan halda təbii ki, həmin şəxsin özü və ya onun nümayəndəsi, qəyyumu, himayəçi bunlar vasitəsilə məhkəməyə müraciət edib, həmin məbləğin, tələb etdiyi məbləği məhkəmədə mübahisələndirə bilər ki, bu valideyndən öz xeyrinə tutulsun. Təbii ki, burada həmin məbləğ müəyyən müddətli deyil və bu məhkəmə tərəfindən sabit məbləğdə, işin halları qiymətləndirməklə sabit məbləğdə müəyyən olunur və hətta qanunvericilik buna yol verir ki, gələcəkdə də tutulması nəzərdə tutulan alimentlə bağlı həmin şəxs məhkəməyə müraciət etsin. Biz demək olar ki, bu işin maddi yük normaları ilə tənzimlənən tərəflərini izah elədik. Biraz da prosessual tərəfinə keçək. Şəxs hər hansı bir alimentlə bağlı ayrıca iddia qaldırmaq istəyirsə, hansı qaydada məhkəməyə müraciət etməlidir, hansı sənədləri məhkəməyə təqdim etməlidir? Orada bəlkə ola bilər, hansısa müddətlər ola bilər ki, diqqət olunması gərəkən müddətlər. Rüsum məsələsinə münasibət bildirsəz, sevinərik ki, yəni orada rüsum nəzərdə tutulubmu, tutulmayıbmı? Tutulubsa kimin öhdəliyi olaraq nəzərdə tutulub? Mən ilk növbədə qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə iddia cavabdehinin olduğu yer üzrə, yaşadığı yer üzrə verilir. Yəni, yaşayış yeri dedikdə burada onun rəsmi qeydə alındığı yerdən söhbət gedir. Amma alimentlə bağlı iddialarda Mülki Prosessual Qanunvericilik fərqli bir qayda müəyyən edib, belə ki, aliment tələb edən şəxsin də öz yaşadığı yer üzrə məhkəməyə həmin şəxs müraciət edə bilər. Təbii ki, mən bayaq qeyd elədim, əgər saziş yoxdursa, məhkəmə müstəvisinə artıq mübahisə gəlib çatırsa, belə olan halda ilkin olaraq həmin şəxslər mediasiya prosesində, çünki bildiyimiz kimi alimentə dair işlər ailə münasibətlərindən doğan tələblər olduğuna görə ilkin olaraq burada mediasiya sessiyasında iştirak tələb olunur. Yəni, ilk olaraq vətəndaş mediasiya sessiyasına cəlb olunur, ora müraciət edir.
Əgər mediasiya barışığı əldə olunmazsa, bundan sonra oradan mediasiya arayışını aldıqdan sonra digər sənədləri, yəni bu sənədlər nədən ibarətdir? Uşaqların təbii ki, neçə uşaqdırsa, hər birinin doğum haqqında şəhadətnamələri, özünün şəxsiyyət vəsiqəsini təsdiq edən sənəd, eyni zamanda mediasiya arayışı və tərəflərin yaşayış yerlərindən arayışlar. Bunlar əldə olunduqdan sonra iddia ərizəsinə əlavə olunur və qeyd etdiyim kimi tərəfin arzusuna uyğun olaraq cavabdehin qeydə alındığı yer və yaxud da ki, aliment tələb edən şəxsin yaşadığı yer üzrə məhkəməyə verilə bilər. Və burada xüsusi qeyd eləmək istəyirəm ki, ümumiyyətlə dövlət rüsumu haqqında qanun tələbinə görə aliment tələb edən şəxslərin dövlət həmin tələblə bağlı məhkəməyə müraciət etdikləri zaman dövlət rüsumu nəzərdə tutulmur. Yəni həmin şəxslər dövlət rüsumundan azaddırlar və təbii ki, məhkəmə dövlət rüsumundan azad əgər iddianı təmin edirsə, dövlət rüsumundan azad olmuş şəxsi həmin dövlət rüsumu tutulması ilə bağlı müvafiq qərar qəbul edir. Təşəkkür ederim Mehman müəllim. İstəyərdim başqa önəmli bir məsələyə. Biz əvvəldən dedik ki, biz o məsələyə toxunacağıq. Bu ünsiyyət məsələsi ilə aliment məsələsinin bəzən bir-birinə bağlı bir hüquqi münasibətlər çərçivəsində dəyərləndirilməsi ilə bağlı olan məsələdir. Nəyə görə? Bəzən vətəndaşlar düşünür ki, o övladı üçün aliment ödəyir, övladının saxlanması üçün aliment ödəyir, amma ona uşaqla ünsiyyət hüququ verilməyib, yaxud da onun gözləntisinə uyğun olaraq verilməyib. O gözləyirdi, məsələn, bütün bir həftə sonunu uşaq onunla bərabər keçirməlidir, amma məhkəmə tutaq ki, yalnız bir gün nəzərdə tutmuş ola bilər. Hər bir halda onun gözləntisinə uyğun olmayan bir ünsiyyət nəzərdə tutulubdur. Yaxud da bir tərəf aliment ödəmir, ümumiyyətlə uşaqla bir yerdə yaşayan valideyn deyir ki, mənə onun alimenti ehtiyac deyil, istəmir, müraciət eləməyib, amma digər bir tərəfdən də uşağın həmin valideynindən ünsiyyətdə olmasına da etiraz eləyir. Deyir ki, mənə heç onun alimenti də lazım deyil, amma uşağı da görməsin, mən onun uşaqla ünsiyyətini təmin etmək istəmirəm. Ümumiyyətlə, bunlar bir-biri ilə bağlantılı ola bilərmi? Belə bir ehtimal varmı? Və aliment ödənməsi, yəni bir valideynə uşaqla ünsiyyət üçün bir haqqı ödənmiş, necə deyərlər, əvəzi pulla ödənmiş bir haqq kimi dəyərləndirilməsi nə qədər hüquqi, onu da keçdim, nə qədər etikdir. Aliment və uşaqla ünsiyyət tamamilə bir-birindən fərqli mövzulardır. Yəni, aliment ödəyən valideyn uşaqla qeyri-şərtsiz ünsiyyət tələb edə bilməz. Və eyni zamanda aliment ödənilməməsi digər valideyni uşaqla ünsiyyəti təmin etməkdən imtina etməsi üçün əsas sayıla bilməz. Mən əvvəl də qeyd etdim ki, Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində hüquq vəzifələri bərabərdir. Yəni, onu da qeyd etdik ki, valideynlərin övladlarına münasibətdə həm öhdəlikləri, həm də hüquqları müəyyən olunmuşdur. Yəni, biz artıq alimentlə bağlı məsələlərə hesab edirəm ki, müəyyən mənada aydınlıq gətirdi və aliment ödəməyə borclu olan valideynin qanunvericiliklə üzərinə qoyduğu bir vəzifədir ki, bunu heç bir halda icra etməkdən yayına bilməz. Qanunvericilik bunu birmənalı olaraq artıq həmin şəxsin borcu kimi, vəzifəsi kimi müəyyən edib. Ünsiyyətlə bağlı məsələyə gəlincə, bu aliment ödəməyə borclu olan valideynin hüququdur artıq. Digər valideynə münasibətdə, uşaqları ilə ünsiyyət hüququna münasibətdə hüququdur. Amma təəssüf etdiyimiz hal bundan ibarətdir ki, biz bu hallarla çox tez-tez rastlaşırıq və bir çox hallarda məhkəmədə biz tərəflərlə bu kontekstdə maarifləndirici söhbətlər aparırıq. Bəzən tərəflərin arasında olan mübahisəni daha yumuşatmaq məqsədi ilə hər iki məfhum barəsində geniş izah veririk. Lakin bir çox hallarda təbii ki, siz də qeyd etdiyiniz kimi ünsiyyət və alimentlə bağlı tərəflər bir-birlərindən sanki qisas vasitəsi kimi istifadə edirlər. Yəni, aliment ödəyən şəxs aliment ödəyib ödəməməsindən asılı olmayaraq öz övladı ilə ünsiyyət hüququna malikdir. Təbii ki, qanunvericiliklə burada uşağın ünsiyyəti ilə bağlı məsələ də fərqli bir mövzudur. Təbii ki, gələcəkdə bu mövzu ilə bağlı da biz ətraflı müzakirə apara bilərik. Çünki ünsiyyətlə bağlı məsələlərlə məhkəmə baxarkən ünsiyyət veriləcək valideynin sağlamlıq vəziyyəti, onun uşaqla ünsiyyəti zamanı uşağın gələcəyi üçün, onun yaşamı üçün, onun sağlamlığı üçün hər hansı bir təhlükəli halların olub-olmaması məsələlərinə aydınlıq gətirməklə hüquqi qiymət verir. Təbii ki, əgər bu gün belə desək, valideyn narkomandırsa, valideyn alkoqolizmdən əziyyət çəkən şəxsdirsə,
valideyn ciddi xəstəlikdən, keçirici xəstəlikdən, belə desək, zöhrəvi xəstəlikdən əziyyət çəkirsə, belə olan halda təbii ki, uşaqların sağlamlığı, uşaqların mənafeləri baxımından bu hallarda ünsiyyətlə bağlı məsələlərdə müəyyən məhdudiyyətlər ola bilər. Amma qalan bütün hallarda valideynin uşağı ilə ünsiyyət hüququ qanunvericiliyin onu tanıdığı hüquqdur. Və heç bir halda aliment ödəmir deyə həmin valideyni ünsiyyət hüququndan məhrum etmək olmaz. Və yaxud da ki, valideyn mənə ünsiyyət vermir deyə, övladımla ünsiyyətimə şərait yaratmır deyə, imkan vermir deyə, mən alimenti ödəmirəm deyə belə bir anlayış yoxdur. Qanunvericilik qeyd elədiyim kimi. İstər vəzifələrə münasibətdə, istər hüquqlara münasibətdə hər iki valideynin, belə desək, qarşılıqlı bir şəxsin hüququnun başladığı yerdə digər şəxsin, valideynin artıq vəzifələri yaranır. Belə desək, digər şəxsin də eyni zamanda vəzifələri varsa, təbii ki, qarşı tərəfində hüquqları vardır. Buna görə də hesab edirəm ki, ümumiyyətlə bu tip məsələlərə baxılarkən valideynlər bir-birinə qarşılıqlı hörmətlə yanaşmalı. Yəni tərəflər arasında olan nikah qeydinin pozulması, ər-arvad münasibətlərinin pozulması, onların arasında ər-arvad münasibətlərinə son qoyulması bu o demək deyil ki, artıq bunlar belə desək, uşaqlara münasibətdə də bu ailə münasibətlərini yansıtmalıdırlar. Tam əksinə burada daha həssas yanaşmalıdırlar. Burada uşaqlara münasibətdə istər onların qayğılarına, istər onların tərbiyəsinə, onların təhsilinə, sağlamlığına xüsusi diqqət yetirməlidirlər ki, uşaqlar bu ailə daxili baş vermiş hadisədən ən az zərərlə qurtarmış olsunlar. Yəni belə olan halda hesab edirəm ki, hər bir valideyn öz üzərinə düşən məsuliyyəti dərk eləməlidir. Nəinki bu qanunvericiliyin onlara tanıdığı hüquqlardan sui-istifadə etməklə digər valideyni cəzalandırmaq yolu seçməsi. Hesab edirəm ki, burada valideynlərin üzərində çox ciddi məsuliyyət düşür. Çünki o uşaqlar onların hər birinin öz meyvəsidir. Yəni o uşaqları necə tərbiyə etsələr, o uşaqlar valideynlərlə hansı qayğını, hansı istəyi, hansı məhəbbəti, sevgini görsələr, təbii ki, cəmiyyət üçün onlar da gələcəkdə sağlam bir fərd olaraq böyüyəcəkdilər. Təşəkkür edirəm Mehman müəllim. Ümumiyyətlə mövzu da, cavablar da mənə elə gəlir ki, çox faydalı idi. Ümid edirik ki, tamaşaçılar üçün də onların necə deyirlər, ehtiyacları olan informasiyaları idi ki, biz verdik və onlara müəyyən qədər bir hüquqi yardım göstərmiş olduq. Ümidimiz bu istiqamətdədir. Ümumiyyətlə, bəzi mövzular var ki, mental yükü ağırdır. Bu aliment də mənə elə gəlir ki, o mövzulardan biridir. Yəni, hüquqi olaraq rahat tənzimlənən bir mövzu olsa da, mental olaraq çox ağır olaraq tənzimlənən bir mövzudur. Ona görə biz hər dəfə bu mövzuya toxunanda da, bilmirəm niyə, amma insan istər-istəməz bir ürək ağrısı keçirdir. Yəni, empatiya qurmamaq mümkün deyil. Düşünürəm ki, işlərə baxarkən də sizlər hakimlər olaraq, yəni o uşaqlarla necə deyirlər, onların vəziyyətini düşünməmək mümkün deyil. Bu həm vəzifədir, həm bir insanlıq vəzifəsi və insanlığın gətirdiyi bir təbii haldır. Ümid edirik ki, ümumiyyətlə bu boşanma, ayrı yaşama, uşaqların ən azından valideynlərdən birinin gündəlik, necə deyirlər, yanında olması, halından məhrum olunması daha minimuma yenər, bu tendensiya müəyyən qədər azalar. Biz bu mövzunu əslində nəzərdə tutmuşuq. Nəyə görə? Biraz da qarşıda bizi 1 iyun Uşaqların Hüquqları Müdafiəsi günü gözləyir. Düzdür, uşaqların hüquqları hər istiqamətdə var və hər istiqamətdə müdafiə olunmalıdır. Amma biz bugün ən çox gördüyümüz, onların ən çox əziyyət çəkdikləri məsələyə münasibət bildirmək istədik. Mənə elə gəlir ki, kifayət qədər də aydınlıq gətirə bildik. Mehman müəllim, çox təşəkkür edirəm sizə. Mövzunu belə detallı bizim üçün izah elədiyinizə görə, zamanınızı ayırıb gəldiyinizə görə, bilirəm ki, iş yükü də ağırdır, zaman ayırmaq da çətindir. Bir daha minnətdaram bunun üçün və istəyərdim tamaşaçılarımıza bir dəfə də qonağımızı təqdim edeyim. Bizlə mövzunu Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri Mehman Allahverdiyev müzakirə etdi və düşünürəm ki, sizin üçün də maraqlı oldu, ümid edirik, faydalı olan məlumatlar əldə edə bildiniz. Həm qonağımıza, həm sizə zamanınızı ayırdığınız üçün təşəkkür edirik, minnətdarıq.